Salam, bugünkü mövzumuz ümumi tarix Şimali Amerika mövzusu. Açar sözləri görürsüz və yadımıza salaq, Amerika qitəsi nə vaxt kəşf olunmuşdu? 1492-ci ildə Xristofor Kolumbun Hindistana dəniz yolu kəşf etmək üçün qərbə tərəf üzməklə Hindistana dəniz yolu kəşf etməyə cəhd göstərdi və gəldi Amerika qitəsini kəşf elədi, amma buraların yeni qitə olduğunu bilmirdi. Elə bilirdi ki, Qərbi Hindistana gəlib çıxıbdı. Ona görə də buradakı əhalini Hindular adlandırdı. Amma buraların yeni qitə olduğunu deyən isə Amerigo Vespucci olmuşdu. Ona görə də elə onun adından yeni qitə Amerika adlanmışdı. Və Amerika kəşf olunandan sonra Avropalıların marağı artır bura. Burada müstəmləkələr ələ keçirmək uğrunda müxtəlif dövlətlər mübarizə aparırdı. Bu dövlətlərdən biz İspaniya, Portuqaliya, İngiltərə və Fransanın xüsusilə seçildiyini görürük. Və müstəmləkəçilərin yeni dünyaya gəlişi isə yerli əhalinin kütləvi sürətlə məhv edilməsi və sürətli məskunlaşma ilə müşahidə olunurdu. Şimali Amerikanın Atlantik okeanı sahillərində isə ilk İngilis koloniyası 1607-ci ildə salınmışdı. Koloniya nə deməkdir? Koloniya daimi salınmış, yaşayış üçün daimi salınmış məskənlər idi. Tarixdə ilk koloniyanı Finikiyalılar salmışdı və bundan əlavə biz qədim Yunanistanda da koloniyalar saldıqlarının, Qara və Aralıq dənizi sahillərində koloniyalar saldıqlarının şahidi olmuşduq. Oxşar kimi verilə bilər. Və sonraki illərdə koloniyaların və buraya köçüb gələn əhalinin sayı artır. Gələnlərin əksəriyyəti isə torpaqsız kəndlilər idi və dini təqiblərə məruz qalanlar olurdu. Və ilk koloniyanın salınması 1607-ci il İngiltərədə Stuartlar sülaləsinin hakimiyyəti dövrünə düşür. Bu da testlərdə ən çox qarşılaşdığımız suallardan biridir. Stuartlar sülaləsi İngiltərədə 1603-cü ildə Tudorlar sülaləsini əvəz etmişdi. Və bir müddət sonra koloniyaların sayı 13-ə çatır. Bu koloniyalarda birlikdə Yeni İngiltərə adlanmışdı. Elə təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatları yarananda onun tərkibində 13 koloniya birləşmişdi, 13 ştat var idi. Və o ştatların hər birinin təmsil edən ulduzların sayı var idi bayraqlarında. Yəni ilk Amerika bayrağında biz 13 ulduzu görürük və sonraki dövrdə də ştatların sayı artdıqca ulduzların sayı da artmışdı Amerika bayrağında. Və İngilis məskənlərinin salındığı ərazilərin yerli əhalisi Hindular adlanırdı. Onlara qızıldərili də deyirdilər. Hindulu əhali ilk vaxtlar gəlmələrlə Hindular arasında dinç münasibətlər mövcud idi və qəbilə halında yaşayırdı Hindular. Ovçuluqla və qismən də əkinçiliklə məşğul olmuşdular. Tütün və qarğıdalı becərməyi də elə gəlmələr Hindulardan öyrənmişdi. Elə kartof da Amerikadan Avropaya və digər ölkələrə, digər qitələrə yayılmışdı. Və gəlmələr Hinduların torpaqlarını zəbt edirdilər və materikin içərilərinə doğru irəliləyirdilər. Ona görə də onlar arasında münaqişələr yaranırdı və ingilislər yerli əhali ilə amansız rəftar etməyə başlayırlar. Amma biz bundan əvvəl dedik ki, ilk vaxtlar gəlmələrlə Hindular arasında dinç münasibətlər mövcud idi. Buna diqqət edirik, çünki testdə də düşür. Dinç münasibətlər mövcud idi. Sonradan isə gəlmələr onların torpaqlarını zəbt etdiyinə görə, materikin içərilərinə doğru irəlilədiklərinə görə bu da münaqişəyə səbəb olurdu. Və müxtəlif qəbilələrdən ibarət olan Hindular arasında da birlik yox idi. Və bu da müstəmləkəçilərin bu qəbilələr arasında ixtilaf yaradırdılar, bir-birinə qarşı qoyurdular, onların güclərini zəiflədirdilər. Bundan əlavə Avropadan gələnlər odlu silahdan istifadə edirdilər, amma Hindular isə odlu silahın nə olduğunu bilmirdilər, ona görə də döyüşlərdə məğlub olurdular. Odlu silah və qəbilələr arasında toqquşmaları da biz görürük ki, onların güclərini zəiflədirdi. Nəticədə də böyük bir hissəsi Hinduların məhv edilir və yerdə qalanlar isə qərbə doğru sıxışdırılır. Bəs yaxşı, qərbə doğru sıxışdırılmağın nəyi pisdir?
Mənfi cəhəti o idi ki, Atlantik okeanının şərq sahilləri düzən ərazi idi, yaşayış üçün əlverişli ərazilər idi, amma qərb tərəf dağlıq ərazi olduğu üçün yaşayış üçün o qədər də əlverişli deyildi. Və ingilislərlə yanaşı koloniyalarda məskunlaşanlar kimlər idi? Hollandlar idi, Alman, Fransız, İspan, Portuqaliyalılar da gəlib burada məskunlaşırdılar. Avropada baş verən müharibələrdir, yoxsulluqdur, zülmdür. Bunlar Avropadakı əhalinin Amerikaya marağını daha da artırırdı ki, təqiblərdən xilas olmaq üçün, zülmdən xilas olmaq üçün gəlib Şimali Amerikada məskunlaşırdı Avropadakı əhali. Bu da buradakı əhalinin sayının sürətlə artmasına səbəb olurdu. Koloniyaların idarə olunması necə idi bəs? Koloniyaların hamısında təbii şərait eyni deyildi. Baxın, təbii şərait eyni deyildi. Bu amil isə onlar arasında iqtisadi fərqlərin yaranmasına səbəb olurdu. Belə ki, şimalda münbit torpaqların olmaması, qışın uzun çəkməsi, əkinçiliklə məşğul olmaqda çətinlik yaradırdı. Ona görə də köçkünlər daha çox torpaq toxuculuq emalatxanaları açırdılar, ağac emalı müəssisələri açırdılar və həmçinin müxtəlif istehsal sahələri üzrə manufakturalar yaradırdılar və bu manufakturalarda da muzlu əmək tətbiq edildiyinə görə burada kapitalist münasibətlərinin inkişaf etdiyinin şahidi oluruq. Hətta ticarət inkişaf edirdi və Boston Şimali Amerikanın ən böyük limanına çevrilmişdi. İndi bunu biz oxşar edə bilərik. Keçən dərsimizdə Rusiya mövzusunda izah edəndə qeyd etmişdik ki, Rusiyanın şimaldakı əsas ticarət limanı hansı idi? Avropa ölkələrindən ticarət limanı Arxangelsk şəhəri, şərq ölkələrindən ticarətdə isə birincilik Həştərxan şəhərinin əlində, Həştərxan limanının əlində olmuşdu. Və burada da Boston limanının adını çəkirik. Cənub koloniyalarında torpaq sahibləri isə daha çox çəltik, tütün və qarğıdalı yetişdirirdilər, plantasiyalar salırdılar. Plantasiya isə müəyyən bir məhsulu istehsal edən iri əkinçilik təsərrüfatı idi, plantasiya sözün mənası. Və bu plantasiyalarda da təbii ki, sahibkarlar müxtəlif bitkilər becərmək üçün qul əməyindən istifadə edirdilər. Qul əməyindən istifadə etmək üçün isə hindular boyun əymirdilər, qula çevrilmirdilər, dirənirdilər, azadlıq sevər idilər onlar. Ona görə də qərbə tərəf çəkilib şəraitsiz yerlərə köçürdülər, amma yenə də qul kimi işləmirdilər. Buradakı əhalinin məcbur edə bilmədikləri üçün Afrikadan zənci qullar gətirməyə başladılar Avropalılar və Afrikadan qara dərili insanları zorla gətirib qul kimi işlədirdilər. Bax bu plantasiyalarda hətta deyir qəbilə başçılarına elə şirmihləndirdilər, bəzi şeylər verirdilər. Bunun müqabilində qəbilənin deyir gənc üzvlərindən seçib aparırdılar Amerikaya və orada qul kimi işlədirdilər həmin o zənciləri. Və Amerikaya ilk qara dəri Afrikalılar isə 1619-cu ildə Holland gəmisi vasitəsilə gətirilmişdi və gəlirli sahə kimi qul alveri də artıq getdikcə genişlənirdi və İngiltərə Amerikadakı müstəmləkələrindən çox böyük gəlir əldə edirdi bu sahələr üzrə. Həm olsun oradakı o manufakturalardı, qul alveridir, bütün bunlar hamısı gəlir gətirirdi İngilis kralına. Ona görə də İngilis kralı deyir, buradakı feodal qaydaların tətbiq olunmasında maraqlı idi. Halbuki artıq Avropada feodalizm quruluşunun biz yavaş-yavaş böhran keçirdiyinin və kapitalizm quruluşunun yarandığının şahidi oluruq bu dövrlərdə. Və hal-hazırda xəritəni görürsünüz. Xəritədə Atlantik okeanının sahillərində koloniyaların salınmasının şahidi oluruq və koloniyalar materikin şərq sahillərində salınmışdı. Atlantik okeanının isə qərb sahillərinə düşür
bu ərazi. Koloniyaların idarə edilməsi necə idi? Kralın təyin etdiyi qubernator tərəfindən idarə olunurdu. Hər bir koloniyada məclis fəaliyyət göstərirdi və daxili qanunlar qəbul edirdi həmin məclis və vergiləri müəyyənləşdirirdi. Yalnız qubernator məclisin qərarını ləğv etmək səlahiyyətinə malik idi. Koloniyalar arasında əlaqələr genişlənirdi və onlar bir-birinə qaynayıb qarışdıqca yeni bir xalq, Amerika xalqı formalaşırdı. Amma artıq burada yeni xalq formalaşır, əhali getdikcə müstəqilləşir. Ona görə də İngiltərə narahat olurdu. Gələcəkdə bu ərazilərin əlindən çıxmağını istəmirdi. Bu səbəbdən İngiltərə dövləti kolonistlərə bir çox qadağalar qoyurdu. Bu qadağalar məsələn hansıdır? Onların qərbə doğru köçməsini qadağan edirdi və müstəmləkələrdə dəmir məmulatlarının hazırlanması və parça toxunması da qadağan olunmuşdu və onlar hazır şəkildə İngiltərədən gətirilməli idi mütləq. Bundan əlavə İngilis tacirlərinin maraqlarına uyğun olaraq koloniyaların başqa dövlətlərlə ticarətinə icazə verilmirdi. Bunu da bir qadağa deyirik və 1465-ci ildə isə İngiltərə parlamenti koloniyalara qarşı mühür qanunu qəbul etdi. Bu mühür qanunun mahiyyəti nədən ibarətdir? Qanuna görə əhali çap məmulatlarına rəsmi möhür vurmaq üçün vergi ödəməli idi. Bu da əhalinin, kolonistlərin narazılığına səbəb olur. Koloniyaların təmsilçilərin iştirakı ilə keçirilən müşavirədə qərara alırlar ki, bəs İngilis mallarını boykot etsinlər. Buna etiraz əlaməti olaraq. Boykot sözünün mənası nədir? Ayrıca şəxs, təşkilat və dövlətlə əlaqələrin kəsilməsi və müəyyən malların alınmasının imtina edilməsi kimi hərəkətlərdən ibarət olan siyasi və iqtisadi mübarizə üsuludur. Yəni dinc mübarizə üsuludur bu əslində. Boykotu biz Hindistan tarixində İngilis mallarına qarşı boykotu görmüşdük. Burada isə yenə kolonistlərin Şimali Amerikadakı əhalinin belə deyək, İngiltərəyə qarşı boykotunu görürük. 1773-cü ildə Ocean şirkəti çayla yüklənmiş gəmiləri Boston limanına göndərir və boykotu pozmaq üçün ucuz qiymətə çay satmağa cəhd göstərirlər. Amma buna etiraz edir əhali və kolonistlər Hindu geyimində olan bir qrup fəal, bunlar Azadlıq Oğulları adlı təşkilatın üzvləri idi. Onlar simvolik olaraq bunu geyinmişdilər ki, yəni Amerikalı olduqlarını bildirsinlər və hücum edirlər və çay yeşiklərini körfəzə boşaldırlar. Bu isə Boston çay qonaqlığı adını alır, tarixə düşür bu hadisə. Bu hadisədən sonra isə İngiltərə hökuməti Boston limanını bağlayır və dəniz ticarətini qadağan eləyir koloniyalara. Bəs koloniyaların İngiltərəyə qarşı cavab, belə deyək də, növbəti addımı nə olur? 1775-ci ildə İngilislərin müstəmləkəçi siyasəti əleyhinə üsyan qaldırırlar kolonistlər və müstəmləkələrin nümayəndələrinin iştirakı ilə Filadelfiyada konqres keçirilir. Filadelfiya konqresidir 1775-ci ildə və konqresdə George Washington Azadlıq ordusunun komandanı elan olunur. Beləliklə koloniyalar azadlıq uğrunda mübarizəsi başlamış hesab olunur. Və bu hansı mübarizədir? Birinci İstiqlaliyyət müharibəsi adlanır və 1775-ci ildə başlamışdı, 1783-cü ilə qədər davam etmişdi. 1776-cı ildə isə iyulun 4-də Konqres İstiqlaliyyət bəyannaməsini qəbul edir. Artıq bununla müstəmləkələr İngiltərədən ayrıldıqlarını və öz müstəqilliklərini elan etdiklərini elan edirlər və üsyana qalxmış müstəmləkələr
Şimali Amerika, yəni müstəmləkələri Amerika Birləşmiş Ştatlarında birləşirlər. Bu sənədin başlıca müəllifi olmuşdu Thomas Jefferson və bu bəyannamədə deyilir buna. Bütün insanlara bərabər hüquqlar verirdi bu bəyannamə. Yəni elan edirdi ki, bütün insanlar bərabər yaranmışdır və xalq işğalçıları devirmək və öz hökumətini yaratmaq hüququna malik olduğu da bu sənəddə öz əksini tapırdı. Beləliklə bəyannamədə xalq hakimiyyəti mənbəyi elan olunurdu. Amma bunu bəyan etsələr də bu fikrə zidd olan məqam nədən ibarət idi? Qulların və hinduların hüquqlarının nəzərə alınmaması bunu ziddiyyət təşkil edir. Və o vaxtdan etibarən də 4 iyul ABŞ tarixində istiqlaliyyət günü kimi qeyd olunur. Və istiqlaliyyət demişkən əlaqələndirək bir Azərbaycanda da yenə istiqlal bəyannaməsi imzalanmışdı. 1918-ci ilin mayın 28-də AXC-nin yaranması ilə bu hadisə ilə oxşar edə bilərik. Və müharibənin gedişatında ABŞ əhalisi istiqlaliyyət tərəfdarlarına və əleyhdarlarına bölünmüşdü. Azadlıq mübarizəsinin inqilabi burjuaziya və vətənpərvər plantatorlar başçılıq edirdi. Deməli, inqilabi burjuaziya və vətənpərvər plantatorlar azadlıq mübarizəsinə başçılıq etmişdilər. Bunu da xüsusi vurğulayaq. Plantatorlar isə kimlər idi? Təbii ki, o Şimali Amerikanın cənub ştatlarında plantasiyalar salıb qul əməyindən istifadə edən iri torpaq sahibləri plantator adlanırdı. Amerika müstəmləkələrinin İngiltərəyə qarşı bu azadlıq mübarizəsinə ingilislər necə cavab verir? Təbii ki, ölkəni blokadaya alırlar və Amerika ordusu sərt məhrumiyyətlərə məruz qalır. Bundan əlavə ingilislərin ordusuna nisbətdə Amerika ordusu pis təmin olunurdu və Vaşinqtonda hərbi təlim görməmiş orduda nizam-intizamı möhkəmləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir və bu qəti tədbirlərin nəticəsində ordu güclənir və Vaşinqton ordusu Bostonu azad edir. Boston nəyə görə vacib idi? Önəmli idi koloniyalar üçün. Ona görə ki, koloniyalar istehsal etdikləri məhsulları xaricə satmaq üçün bax bu limandan istifadə edirdilər. Ən çox istifadə olunan liman idi. Və İngilis donanması Amerikadakı ordularına durmadan silah və kömək gətirirdi. Onlar New Yorku ələ keçirirlər və Filadelfiyanı da tuturlar. Bax, İngilislərin bu müharibədə qələbələri nədən ibarətdir? Silah və kömək gətirirdilər İngilis donanması Amerikadakı ordularına. Bundan əlavə New Yorku ələ keçirib, sonra da Filadelfiyanı tuturlar. 1777-ci ildə Saratoga yaxınlığında döyüş baş verir və bu döyüşdə İngilis ordusu məğlub olur, ABŞ-nin beynəlxalq nüfuzu artır və ABŞ İngiltərənin köhnə rəqibləri olan Fransa və İspaniyanı öz tərəfinə çəkməyə çalışır və bunun üçün danışıqlar aparmaq üçün məşhur alim və ictimai xadim Benjamin Franklini konqres göndərir Parisə və onu 18-ci əsrin ilk vətəndaşı adlandırırlar və ya ilk böyük Amerikalı da adlandırırlar və o düşmənimin düşməni mənim dostumdur prinsipindən yanaşaraq İngiltərə ilə ziddiyyətləri olan Fransa və İspaniyanı ABŞ-yə kömək etməyə razı sala bilir. Və Fransa İngiltərənin zəifləməsinə nail olmaq üçün ABŞ-nin müstəqilliyini tanıyır, onunla ittifaq və ticarət sazişi bağlayır və ona borc verir. Bunu da yenə xüsusi vurğulayaq. Və Amerikaya fransız qoşunları, hərbi gəmilər və silah göndərilir. Fransız və İspan donanmaları İngilis gəmilərinə basqınlar etməyə başlayırlar, tələfat vermək üçün, öz müttəfiqlərinə kömək etmək üçün
və İngiltərənin qüvvələri də beləliklə də parçalanır. Bir tərəfdən yəni həm özləri basqınlar edirlər İngilis qoşunları üzərinə, həm də ABŞ-yə, yəni müttəfiqlərinə döyüşmək üçün silah-sursat verirdilər. İngiltərə özünə müttəfiq tapa bilmir. Onun başlıca qüvvələri 1781-ci ildə Yorktown yaxınlığında mühasirəyə alınır və müqavimətin mənasız olduğunu görən İngilis qoşunları artıq təslim olurlar. Və bu qələbə ABŞ-ın müharibənin taleyini həll eləyir. Artıq İngiltərənin müharibəni davam etdirməyə gücü qalmır. Yəni elə bu döyüşləndə biz fəal hərbi əməliyyatların dayandığını görürük və 1783-cü ildə sülh müqaviləsi imzalanır onlar arasında və Allegan dağlarından Mississippi çayına qədər olan ərazilər ABŞ-nin sərhədlərinə daxil olur. Kanada isə İngiltərənin müstəmləkəsi olaraq qalırdı bu müqavilənin şərtinə görə. Bu müqavilə 1-ci İstiqlaliyyət müharibəsinin sonu hesab olunur. Yeri gəlmişkən Paris müqaviləsi bir də imzalanmışdı. 1919-cu il Paris sülhü 1-ci müharibəsinin yekunu olaraq görürük. 1856-cı ildə də Paris sülhü imzalanır. Krım müharibəsinin yekunu olaraq bunu da qeyd etmiş olaq. Və konstitusiyanın qəbul edilməsindən bağlı nəyə deyə bilərik? Artıq Şimali Amerika öz müstəqilliyini elan etdi, ABŞ-ni yaratdı və müharibə ilə də öz müstəqilliyini tanıtdı İngiltərəyə. İndi isə artıq dövlət quruculuğu tədbirlərinə keçilir. Bununla bağlı biz görürük ki, 1787-ci ildə Filadelfiyada ştatların nümayəndələrinin iştirakı ilə təsis məclisi çağırılır və konstitusiya qəbul edilir. Konstitusiyada idarəetmə forması və dövlət quruluşu müəyyənləşdirilir. Belə ki, ABŞ federativ respublika olur. Federativ respublika olur və hakimiyyət 3 qola bölünürdü. Hakimiyyətin ümumiyyətlə ilk dəfə qollara bölünməsi prinsipini biz elə ABŞ-də görürük. Və qanunverici hakimiyyət konqresi idi. O 2 palatadan ibarət idi. Yuxarı palata adlanırdı Senat. Senatı biz bir də qədim Romada görmüşdük, yadınızdadsa. Aşağı təbəqə isə, aşağı palata isə nümayəndələr palatası adlanırdı. Hər ştatdan senata 2 nəfər senator seçilirdi. Hər nümayəndələr palatasının üzvləri isə xalq tərəfindən seçilirdi. Və icra edici hakimiyyətin başında 4 ildən bir seçilən prezident dururdu. İcra edici qanunların icrasına, xarici siyasətə nəzarət edirdi və hərbi qüvvələrə komandanlıq edirdi. Ali məmurların təyin olunmasına baxırdı, yəni müxtəlif səlahiyyətləri var idi. Və prezident qanunlar üzərinə veto qoya bilərdi. Veto hüququ var idi. Veto sözünün mənası da qadağan etmək, ləğv etmək demək idi. Biz yenə bunu da bu termini də qədim Roma tarixində görmüşdük ki, xalq tribunları senatın və konsulların plebeylərə aid verdikləri qərarlara, qanunlara veto qoymaq hüququ var idi. Və ABŞ-ın ilk prezidenti isə 1789-cu ildə seçilmiş George Washington olmuşdu. George Washington idi 1789-cu ildə. Və məhkəmə sisteminə ali məhkəmə rəhbərlik edirdi. Hakimiyyətin bölünməsi prinsipini biz hal-hazırda sxemdə də görürük. Onun üzərində də yenə izah edəcəm sizə. Və məhkəmə sisteminə ali məhkəmə rəhbərlik edirdi. Ali məhkəmənin hakimlər isə senatın təsdiqi ilə
prezident tərəfindən ömürlük təyin olunurdu və Ali Məhkəmə qanunların konstitusiyaya uyğunluğuna nəzarət edirdi ki, hər hansı bir qanun veriləndə Konqres tərəfindən bunun konstitusiyaya uyğun olub olmadığı yoxlanırdı. Əgər konstitusiyaya uyğun deyildisə, onda ləğv etmək ixtiyarına malik idi. Bu sxemdə də görürsünüz. Hal-hazırda hakimiyyətin bölünməsi Konqresdir, yəni qanunverici orqan və prezidentdir icra edici və Ali Məhkəmə də nəzarət edir ki, qanunlara uyğun həyata keçirilsin idarəçilik. Və Konqresin bölünməsini də Senat və Nümayəndələr Palatası olmaqla iki hissəyə ayırdıq. ABŞ konstitusiyası, bir də xüsusi qeyd edeyim bunu, bu mövzuda elə. Hal-hazırda Azərbaycanda da yenə hakimiyyətin bölünməsi prinsipindən istifadə edilir. Bunu da yəqin ki, hamınız bilirsiniz. Və bizdə də yenə qanunverici orqan Milli Məclisdir, icra edici isə prezident hesab olunur. Və ABŞ konstitusiyasında Avropa monarxiyalarındakı qaydalara nisbətən irəliyə doğru böyük addım idi və bununla da onun bəzi məhdud cəhətləri var idi. Bununla yanaşı mütərəqqi olsa da konstitusiyada seçki hüququ göstərilmirdi. Bax, bunu xüsusi vurğulayırıq. Üzr istəyirəm. Bu ştatların daxili qanunvericiliyi ilə müəyyənləşirdi və daxili qanunvericiliyin mənfi cəhəti nədir? Hər ştat istədiyi kimi seçki hüququ verə bilərdi. Biri yaş senzi, biri əmlak senzi, biri irqi ayrı seçkiliyə məruz qoyurdu əhalini. Bu da yəni mənfi hal idi. Bundan əlavə həm də demək olar ki, bütün ştatlarda seçki hüququ almaq üçün mülkiyyətə sahib olmaq lazım idi. Bu da əmlak senzi adlanır, əmlak senzi. Və qadınlar, qullar, hindular və ağdərili əhalinin aşağı təbəqəsi səsvermə hüququndan məhrum edilmişdi. 1791-ci ildə konstitusiyaya ilk əlavə və düzəlişlər edilmişdi. Vətəndaşlara söz, yığıncaq, vicdan və hüquqlar verilirdi. Məhkəmənin hökmü olmadan həbslər də qadağan edilirdi. Yeri gəlmişkən, Azərbaycan tarixində də biz konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinin şahidi oluruq. 2002, 2009 və 2016-cı illərdə Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklər edilmişdi. Bunu da yenə yadınızda saxlayın və yaxud da elə kitabınızın üstündə, dərsliyinizin üstündə qeyd edə bilərsiniz. Oxşar cəhət kimi, yəni götürülə bilər. Və istiqlaliyyət müharibəsinin əhəmiyyəti nədən ibarətdir? Şimali Amerika istiqlaliyyət müharibəsi böyük beynəlxalq əhəmiyyətə malik olmuşdu. Bu, demokratiya quruluşunun monarxiya üzərində və müstəmləkə zülmü üzərində böyük qələbəsi idi və yeni dünyada iri müstəqil dövlətin yaranması artıq Avropada inqilabi hərəkata da təsir göstərmişdi. Belə ki, Avropadan bura göndərilmiş, kömək üçün göndərilmiş fransız əskərləri elə buradakı ideyaları özlərinlə birlikdə Avropaya aparırlar və Fransada inqilabın başlanmasına təsir göstərən amillərdən biri də elə bu olmuşdu. Bundan əlavə Avropada inqilabi hərəkata təsir göstərir dedik, xalqın hakimiyyətin yeganə mənbəyi olması və hakimiyyətin bölünməsi bölgüsünün aparılması, hüquqi demokratik dövlətin yaradılması, vətəndaş cəmiyyətinin qurulması yolunda mühüm addım olmuşdu. Bax, bu hadisələr. İstiqlaliyyət müharibəsində ABŞ-nin qalib gəlməsinin səbəblərinə nələr daxil idi? Belə ki, kolonistlərin Amerikanı öz vətənləri hesab etməsi, koloniyaların döyüş motivasiyasının güclü olması, partizan müharibəsindən və yandırılmış torpaq taktikasından istifadə edilməsi, müharibənin İngiltərədən uzaqda aparıldığı üçün
İngiltərə üçün baha başa gəlirdi və həmçinin artan vergilərdən narazı olan İngiltərə əhalisi də hökuməti məcbur edirdi ki, müharibəni dayandırsın. Bundan əlavə Fransadır, İspaniyadır və Hollandiya kimi dövlətlərin bu müharibədə ABŞ-ni dəstəkləməsi də İngiltərənin məğlub olmasına səbəb olmuşdu. Yeri gəlmişkən partizan müharibəsindən istifadə etməyi biz gənc türklərin üsyanında da görmüşdük, oxşar cəhətdir. Rusiyada da 1-ci Napoleona qarşı mübarizədə partizan müharibəsindən istifadə etmişdilər. Partizan hərəkatı 2-ci Dünya müharibəsi illərində də olmuşdu və bir də eradan əvvəl 66-65-ci illərdə Romalılar hücum edəndə Azərbaycana, Albaniyaya, yəni albanlar məğlub olurlar döyüşdə və partizan müharibəsinə keçirlər. Oxşar cəhət kimi götürə bilərik. Və yandırılmış torpaq taktikası isə biz yandırılmış torpaq taktikasından həm Səfəvilər dövlətində görmüşdük, Osmanlılara qarşı istifadə etmişlər və tarixdə ilk dəfə yandırılmış torpaq taktikasını istifadə edənlər isə olmuşdu. İskitlər 1-ci Daraya qarşı istifadə etmişdilər. Və burada mənbəni görürük. Mənbədə nədən qeyd olunur, nədən bəhs olunur? Ağ evin tikilməsindən və Amerikanın atası adını almış George Washington 57 yaşında 1789-cu il fevralın 4-də prezident seçkilərində qalib gəlir, prezident seçilir, daha doğrusu ABŞ-ın ilk prezidenti olur və prezidentin iqamətgahı olan Ağ evin tikilməsi haqqında sərəncam imzalayır o. Binanın ilk təməl daşını o qoysa da, amma bu evin belə deyək, tikintisi başa çatana kimi o dünyasını dəyişir. Washingtonun vəfatından 2 il sonra başa çatır tikinti və Amerika Birləşmiş Ştatlarının paytaxtının adı da George Washingtonun soyadına, şərəfinə qoyulmuşdu və bu ərazinin paytaxt kimi məhz o özü seçmişdi. Bunu da qeyd edək. Bu şəhərdə isə onun şərəfinə ucaldılan abidə şəhərin hər bir tərəfindən görünür və Konqresin qərarına görə bu abidədən hündür heç bir tikinti aparmaq olmaz həmin o Washington şəhərində. Və Amerikanın digər tarixi şəxsiyyətləri kimi George Washingtonun şəkli də pul vahidlərinin üzərində belə deyək də əksini tapmışdı, öz əksini tapmışdı və ilk prezidentin şəkli $1 əskinasın üzərində əks olunubdu. Və George Washington heç vaxt Böyük Britaniyaya səfər etməyibdi və hətta açıq bəyan edib ki, onun ayağı Londona dəyməsi heç vaxt mümkün olmayacaq və sonralar onun heykəlini qoyanda Londonda elə onun heykəlinin ayağının altına Amerikadan gətirilmiş torpaq tökülmüşdü. Və 1799-cu ilin 14 dekabrında 67 yaşında vəfat etmişdi. Belə dünyanın hal-hazırda dünya tarixində ən çox öyrənilən 100 şəxsiyyətdən biridir George Washington.